10. Gəldilər ki, Musəbbihat və Bəraət, yəni Tövbə surəsi və Musəbbihat surələri kimi Quranda da bizim surəmiz olub düşüb bu. Bəraət həmin Tövbədir. Musəbbihat oxumuşuq bunda. Quran-Kərimin ki, hissələri vardı. Uzunlar, qısalar, 100-dən çox ayə, 100-dən az ayə, həvami, müsəbbihat. Yəni təsbih, subhanə, səbbəhə, yüsəbbihu. Allahın paşlıq sifəti ilə başlayan surələr. Məsələn, Hədiddir, Həşrdir, Səfdir, Cümədir, Təğabundur. Buna başlayır səbbəhə, yüsəbbihu, subhan, İsra surəsinin 1-ci ayəsi hətta. Deyib bəzi gəldilər ki, müsəbbihat, yəni bu tempdə səbbəhə sözü ilə Allahın paşlıq sifəti ilə başlayan bir surəmiz olub. Bunlar boyda və Tövbə surəsi boyda burada surə olub ki, düşüb Qurandan. Belə bir iddia var. Bir hamı Əbu Musa Əşərinin son anlarını bilir ki, o da ölümünün axır anlarında, ömrünün son anlarında bunun başı qaçmışdı. Lore deyirəm, lore. Yəni özünə deyil, nə deyib, nə danışır. Allah hamımızın axırımızı xeyir eləsin inşallah. Allah ağlımızı başımıza almasın. Həqiqətən çox qəşəng duadır bu. O da özünə deyildi. O ya deyir, bana çox baş qoşmurdular. Müsəlmanların əleyhinə deyir, sözlər deyirdi. Lakin bu özünə deyil. O cümlədən Cəməl müharibəsində cəmaət deyir, deməli, İmam Əliyə qarşı kim ki vuruşurdu, onların qarşısını alırdılar. Bir də oxuyayım, səhv deməyim. Cəmaət deyir, çıxırdılar evlərindən ki, kömək etsinlər Əli İslam'a. Kim ki gedir Əliyə qarşı dəstək olmaq, Əliyə kömək etsin, bu Əbu Musa Əşəri onların qarşısını alırdı. Deyir, getməliyə, kömək etməliyə. Cəməl müharibəsində. Cəməl hasilidir Ağdəbədə bu Təlhə, Zübeyir xanım Ayşənin. Və belə də bunun o darüşüncəliyi sayəsində, uzaq görənin olması sayəsində, əfəl deyək ki, nə deyək olmasının sayəsində Əmr ibn Az onu həkəmiyyət məsələsində, həkəmiyyəti bunu aldatdı. Bu hamımız bilirik. Həkimiyyətdə aldanıb, çatıb müsəlmanları, Cəməldə Əliyə qarşı kim kömək eləyib, onların qarşısında alıb və son anlarında ağlı başında Allahın bəlası tutdu, bu sənin bəlandır. Ağlı başı özündə olmayıb, nə gəldi? Bir var ki, məsələn, yaddaşsızı başqa məsələdir o. Hamıda ola bilər. Məndə, səndə ola bilər. Amma tam ağlı başından geçsin, danışsın din əleyhinə, bu pis bir şeydir. Ona görə deyir, pis bir nəzəriyələr də verirdi Quran barəsində ki, Quran görə təhrif olub, filan və s. Müslim Əbul Əsvəddən rivayət edir ki, Əbu Musa Əşəri Bəsrə əhlinin qarilərinə dedi. 10 dəqiqə, yaxşı. Biz bir dənə surə oxuyurduq ki, o surə Tövbə surəsi boyda idi, amma yadından çıxıb. Adam var, ara qızışdırır. Bəlkə bilir, yalan deyir. Yalan danışmağını bilir. Ara qızışdırır. Əliyə qarşı kini, kudurəti, düşmənçiliyə görə necə ili mən bu sancım. Bir də ortaya atan bir söz, deyəsə aləm bir-birinə. Bu dil var ha, dil. Allah hamıza uzarsın pis o cəhətləri. Bu Əbu Musa Əşəri deyir ki, Bəsrə cəmaatına, qarilərə ki, o vaxt deyir mən adam var belə güya yadından çıxır filan, o söz almaq istəyir, ara qızışdırır. Mən də yadındadır, bu vaxt biz Qurandan surə oxuyurduq. O deyir, Tövbə surəsi boyda idi, yadındadır. Amma bir dənə mən orada ayə bilirəm ki, ayə belə idi. Əgər Adəmin övladına 2 verirsən 3, 2 mal verirsən 3 mal istəyəcək, onun ancaq gözün və qarın doyuran torpaqdır. Belə bir ayə deyir, var idi. Bu deyir o cəmaata, qarilərə. Həmçinin surə oxuyurduq, Musəbbihat surələrindən biri boyda idi. O da yadından çıxıb. Onda da həmçinin bir cümlədə qalıb ki, ey iman gətirənlər, niyə dediyinizə əməl etmirsiniz? Ayənin ardına baxın.
Belə bir cümlə Quranda var. Bu cümlə maddənin əvvəlində var. Bu məlumda var. Ona bir şey əlavə edib. Əməl etməyinizi dediyiniz sözlərə ki, bunlar hamısı bir növ sizin boynunuzda məsuliyyətdir, şahiddir qiyamət günündə. Bu da qeyd olunur, deməli, Səhih Müslim cild 3 səhifə 100-də. Cild 3 səhifə 100-də. Bu da oxuyan inşallah qalsın arada gəlin dəfədə də bu tutarım vəssalam. Biraz qarışıq ola bilər, ağır dərs, amma oxumalıyıq. Deyir, bunu o dirdi. Məlumdur ki, bu hərflər heç bir dir oxşarlığı yoxdur Quran-Kərim möcüzəliyi ilə. Necə Adəmin qarnını ancaq torpaq doldurar. Bu biraz dir ara sözlərinə oxşayır. Bu Quran Allah sözü deyil bu. Müslim müxtəlif rivayətlərlə bu cümləni Peyğəmbər nisbət verir. Və həmçinin rivayətdə Əbu Nəm İsfəhani, kimdir bu? Və Əhməd. Onu Əbu Vaqid Leysən rivayət edirlər. O hədis deyir, hədisi qüdsüdür, ayə deyil. Və şayət o deyir, Əbu Musa Əşşəri belə başı itdiyi üçün, ağlı getdiyi üçün qarışdırıb. Ayə ilə o hədisi qüdsünü qarışdırıb. Mənbə də qeyd etdiyim qutularda. Deməli, mənbə gəl o Səhih Müslim cild 3-də səhifə 99 və 100. Bir də ki, Hilyətül Əvliyə cild 3 səhifə 316-da. Dördüncü burada var. Və Əhməd ibn Həmbəlin Müsnədi cild 5 səhifə 219-da qeyd olunur ki, bu hədisi qüdsidir, ayəmiz deyil. Bu qədər. 10 dənə oxudum bu 2 saat ərzində. Sonra başlayır o biri mövzular. Və harasa hələ bu dərsimizdə 13-cü qeyd olunur. Mən də 11-ci oxumayım. Çatdırmıram 4 dəqiqə. İnşallah qalar gələn dəfəyə. Allah ilimizi artıq etsin. Allah imanımızı kamil eləsin. Allah yolun gözlədiyimiz 12-ci imamımızın gəlişini tezləşdirsin. Bizi də Qurana layiq olan şəxslərdən qərar versin. Amin. Allahümmə şəllə əla Muhammed və ali Muhammed və accil faracahum.